Xalqı kasıb və məşğul saxlayın. Çox yorulan insan üsyan etmir. Ac adam çörəyi axtarır. Haqq ədaləti yox. Yorğun işçi ədalət istəmir, yatmaq istəyir. Onlara yalnız yaşamaq üçün kifayət qədər verin, yaxşı yaşamaq üçün yox. Belə olduqda itayətkar və sakit qalacaqlar. Rəfah hakimiyyət üçün təhlükəlidir. Doyan insan düşünür. Düşünən insan sual verir. Sual verən isə tabe olunur. Machiavelli deyirdi, ümidsiz xalq itayət edir, rahat xalq isə qarşı çıxır. Ac insanlar boyun əyir, doyanlar birləşir. Onları daim yorğun və məşğul saxlayın. Beləliklə idarə etmək asan olar. Onlara fasilə versəniz, sonunuzu özünüz hazırlamış olarsınız.